وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Mühtərəm müsəlmanlar, ən birinci təqva olmağınızı çağırıram. Və biz bilirik ki, bu din deyəndə İslam dini əsas nə nəzərdə tutulur? İslam dini deyəndə əsas nəzərdə tutulur Allah, yəni onun kitabı, həmçinin Peyğəmbər sallallahu aleyhi ve selləm, yəni onun qoyduğu yol, sünnə və həmçinin də üçüncü məslərimiz var. O da sahabələrdir. Yəni sahabələri ayırma olmaz. Çünki sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellemlə bizim aramızda olan ötürücülər olublar, çatdırıblar, başa salıblar. Və nə üçün sahabələr belə məqamdadırlar? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem tələbələri idi. Onu görmüşdülər, soruşurdular, danışırdılar, eşidirdilər ondan. Ona görə məslər kimi götürülüb olardı. Və necə ki, Quran və Peyğəmbər sallallahu aleyhi ve sellemə pis danışmaq olmaz, həmçinin sahabələrdən də olmaz. Çünki sahabələrdən pis danışan Peyğəmbərdən pisləyir. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellemə ailəsindən danışmaq Peyğəmbərdən danışmaqdır. Hətta adi kişi razı olmaz ki, onun ailəsindən danışar kimsə. Hətta öz qadını boşsa belə, istəməz ki, eşitsin ondan, onu barədə pis şey. Və təsəvvürlə Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri, əsasən də Ayşə radiyallahu anhə, Həfsə radiyallahu anhə, onlardan pis danışma olmaz. Ondan danışan Peyğəmbəri təhqirləyir, sallallahu aleyhi ve sellem. Özü Peyğəmbər sallallahu aleyhi ve sellem onları boşamayıb. Xüsusən Ayşəni çox istəyirdi. Və Allah subhanət hələ buyurur ki, "Əzvacuhum umməhətuhum." Peyğəmbər sallallahu aleyhi ve sellem qadınları sizin analarınızdır. Yəni, bu şeylərdən sonra danışma olmaz pis. Və ancaq zındıq danışar, zındıq. Və həmçinin onun dostlarından. Və ən böyük dostu, ən yaxın adam Peyğəmbər sallallahu aleyhi ve sellemə Əbu Bakr idi. Əbu Bakr radiyallahu anhu ən birinci İslamı qəbulləyən idi. Ən birinci. Və İslamı tərəddüd etmədən qəbul edir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem hətta cahillikdə dostu idi. Ona görə dəvət eləyəndə də ən birinci yaxınlarından başlamalısan. Dəvət eləyəndə ən birinci evdən, sonra yaxın dostlarından. Çünki onlar səni qulaq asırlar. Onlar səni tanıyırlar. Belə yoldan keçənə düşən olub bilər səni tanımasın. Sözvə qulaq asmasın. Amma yaxın dostun səni tanıyır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbərlik verildi, gəldi Əbu Bakırın yanına. Əbu Bakır dedi ki, mənə vəh gəlib, hələ söhbətini qutarmamış, Əbu Bakır dedi ki, mən İslamı qəbul edirəm. Çünki tanıyırdı Rasul sallallahu aleyhi ve sellemi, hətta müşriklər deyirdilər ki, yalan danışmaz, əmanətə xəyanət eləməz. Hətta malların müşriklər Peyğəmbər sallallahu aleyhi ve sellem yanında qoyurdular. Əmin idi, arxain idilər ona. Həmçinin də Peyğəmbər sallallahu aleyhi ve sellem arxain də Əbu Bakıra. Və biz görürük, İslamı qəbul edəndən sonra Əbu Bakır, Peyğəmbər sallallahu aleyhi ve sellem onu barədə arxain idi. Onun yerində danışırdı. Danışırdı ki, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kişi malları otarır, dana otarır və minir dananın üstünə. Dana çevrilir buna, deyir ki, bəs mən bunun üçün xəlq olunmamışam. Peyğəmbər sallallahu aleyhi ve sellem
gördü ki, sahabələr belə təəccübləndilər. Dedilər ki, ya Rasulullah, dana danışdı. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mən, Əbu Bakır, Ömər inanırıq ki, danışdı. Yəni, arxayındır. Olan yerdən danışırdı. Bilirdi ki, onlar təsdiqləyir. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem deyirsə, onlar qıtardı. Onlar qəbul edirdilər. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem havadan danışmırdı. Allah subhanahu teala buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى Yəni, havadan danışmaz. Yəni, əsassız. İn huwa illə vahyun yuha. Yəni, onun danışığı da vəhdir. Bir nəsə səhv olanda Allah subhanahu teala ayə göndərdi ki, bəl etkinə. Allah nəzarəti altındaydı. Ona görə arxain idi onlara. Və Peyğəmbər sallallahu aleyhi ve sellem hicrəti gedəndə Əbu Bakırı götürdü. Arxain idi o. Və ən birinci İslamı qəbul elədi. Və varlı idi. Varlı idi. Peyğəmbər sallallahu aleyhi ve sellem hətta bir dəfə döyüşə hazırlaşanda mal lazım idi. Əbu Bakır, Ömər radiyallahu anh dedi ki, indi fürsət var məndə Əbu Bakırı keçməyə. Fikirsən, sahabələr xeyirli işlərdə bir-birlərini mübarizə aparırdılar. Ömər radiyallahu anh gəldi ki, dedi ki, ya Rasulullah, mal verdi, dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdu ki, nə qoydun ailən üçün? Dedi, yarısını. Yarısı ailən üçün, yarısı Allah yanında. Sonra Əbu Bakır gəldi, malın verəndə nə qoydun? Heç nə, Allah var, onu qoydum. Ömər dedi ki, sən heç vaxt keçmək olmaz. Yəni, keçə bilmirdilər, heç kəs onun fəzilətdə. Heç kəs keçə bilmirdi onu. Hətta Ömər. Və həmçinin qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem qaynatası idi. Çünki Ayşə radiyallahu anhə Əbu Bakırın qızı idi. Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün sual verdilər. Sənə ən sevgili adan kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Ayşə. Dedilər, yox, kişilərdən. Dedi, atası. Əbu Bakır. Və həmçinin qardaşlar, yəni, döyüşlərdə də özünü göstərmişdi. Peyğəmbər sallallahu aleyhi ve sellem hansı döyüşdə olub, hamısında iştirak edib Əbu Bakır yanında. Hamısında. Və həmçinin Raşid xəlifələrin birincisidir. Hər bir şeydə Peyğəmbər sallallahu aleyhi ve sellem sonra birincidir. Və hətta bir gün Ömərlə arasında söhbət oldu. Ömər gəldi evinə, üzür istəməyə, lakin eşitdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yanındaydı. Gəldi Peyğəmbər sallallahu aleyhi ve sellem yanında, nəsə deyəndə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, siz mənim sahibimi tərk eləyəcəksizmi? Yəni, Əbu Bakırda heç kəs işi yoxdur. Çünki siz mənə deyəndə, mən sizə deyəndə Allahın ayələrini siz mənə deyirdiniz ki, yalan danışsan. Amma bir dənə o deyirdi ki, düz danışır. Ona görə deməli, ləqəblərindən də biri Siddiqdir. Siddiq, yəni sadiq. Arxain idilər. Hətta Meyracı gedəndə Peyğəmbər sallallahu aleyhi ve sellem gəldilər, müşriklər işitdi ki, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Meyracı gedmişəm. Dedilər, hə. İndi gedək tez, Əbu Bakır bəlkə döndü. İnanmayacaq. Çünki inanmadılar. Dedilər, gedək bilecək. Hətta müşriklər Peyğəmbər sallallahu aleyhi ve sellem sonra Əbu Bakır gördülər. Hətta müşriklər. Gəldilər ki, ya Əbu Bakır, bəs dostun deyir ki, belə-belə. Əbu Bakır deyir ki, mən ondan da böyüyün təsdiq edirəm. Ki, ona vəh gəlir. Neçə ildir. Bu nədir? Heç nə. Gördülər ki, buna mümkün deyil. Yəni, sadiq idi. O gözəl vəsifdir. Sadiq olmaq. Və Allah subhanət hala seçmişdi Əbu Bakırı. Peyğəmbər sallallahu aleyhi ve sellem üçün. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün namazda, sübh namazından sonra dedi ki, kim bir gün cənazə namazı qıldı? Əbu Bakır dedi ki, mən. Düzdür, təkəbbürlü cəhətdən yox, hərdən demək olar. Dedi ki, mən elədim. O da soruşur.
Və həmçinin başqalarına da ibrət olsun deyə, yəni təkəbbürlü niyyəti ilə, məqqəsdi ilə demədi. Dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem kim bir gün cənazə qılıb? Dedi, mən. Kim bir gün sədəqə verdi? Dedi, mən. Kim xəstəni ziyarət elədi? Dedi, mən. Və sonra bir neçə də məsələ dedi, Peyğəmbər sallallahu aleyhi ve sellem ki, o kişi ki, bu vəsflər, bu əməllər onda cəm olsa, o cənnətdə idi, yəni daxil olacaq cənnətə. Hətta Əbu Bakır radiyallahu anhu bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem ona dedi ki, bəs cənnətdə qapılar var, qapıların adı biri namazdır, namaz qılanlara çağıracaqlar. Ey namaz qılmayanlar, sən hardan çağıracaqlar? Qapılar oradamısı təyin olunub, namaz qılanlar üçün bir, oruç tutanlar üçün bir, cihad eləyənlər üçün bir, sədəqə verənlər üçün bir. O vaxt ki, Əbu Bakır eşitdi, dedi ki, ya Rasulullah, elə şəxs olacaq ki, bütün qapılardan onu çağırsınlar. Dedi, hə, dedi, istəyirəm ki, sən onlardan olasan. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, elə o qövmdə ki, Əbu Bakır var, heç kəs imam deyana bilməz ondan başqa. Ona görə həyatının son günlərində xəstələnəndə deyirdi ki, deyin Əbu Bakır imam deyansın. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem sağlığında. Bu açıq aydın dəlildir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sonra xəlifə odur. Açıq aydın dəlildir. Orada dayanmışdı Muaviyyə radiyallahu anh, orada dayanmışdı Ali radiyallahu anh, orada dayanmışdı Omar radiyallahu anh, orada dayanmışdı Osman radiyallahu anh, orada dayanmışdı Abu Hureyre radiyallahu anh və başqaları. Lakin deyirdi ki, deyin Əbu Bakır imam deyansın. Bu açıq aydın dəlildir qardaşlar. Açıq aydın. Ona görə Əli ibn Əbi Talib ona hörmət edirdi. Kufədə xilafəti aparmışdı Əli ibn Əbi Talib ora. O vaxt ki, eşidəndə ki, Əbu Bakır Ömərdən pis danışırlar, qalxıb minbərdə deyirdi ki, bu ümmətin Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra ən xeyirlisi Əbu Bakırdır və Ömər. Əli ibn Əbi Talib özü deyir. Və həmçinin Cəfər-i Sadiq radiyallahu anh, rahiməhullah, Cəfər-i Sadiqin ana tərəfdən neçənci, ikinci ya üçüncü babasıdır Əbu Bakır. Ona görə Cəfər-i Sadiq fəxr edirdi. Deyirdi, ata tərəfdən Əliyə gedir mənim şəcərəm, ana tərəfdən Əbu Bakıra. Çünki Əbu Bakır özü də Peyğəmbər sallallahu aleyhi ve sellemdən bir nəsil idi, Qureyşi idi. Teymi Qureyşi. Təxminən 6-cı babada Peyğəmbər sallallahu aleyhi ve sellemlə birləşirdi. Və çox ədəbli idi, səbirli idi, ağıllı idi. Bir gün ondan soruşdular ki, Peyğəmbər sallallahu aleyhi ve sellem böyüdü yoxsa sən? Peyğəmbər sallallahu aleyhi ve sellemdən böyük idi 2 yaş, Əbu Bakır. Dedi ki, hansınız böyüsünüz? Dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem böyük idi. Sadəcə mən 2 il ondan öncə doğulmuşam. Peyğəmbər sallallahu aleyhi ve sellem böyük idi, lakin mən 2 il sadəcə öncə doğulmuşam. Demədi mən böyüyəm. Ədəb, əxlaq, böyüylə Peyğəmbər sallallahu aleyhi ve sellem. Ona görə radiyallahu anh pis danışma olmaz. O sadiq idi. Peyğəmbər sallallahu aleyhi ve sellem. Hətta öləndən sonra Fatıma radiyallahu anhə gəlir, deyir ki, atamın mirasın. Peyğəmbər Əbu Bakır deyir ki, daha hələ də öldü. Bu Peyğəmbərin qızıdır, buna heç nə demək olmaz. Vergənlə nə istiriyor, öyle də öldü. Peyğəmbər sallallahu aleyhi ve sellem hətta öləndən sonra tabi idi. Dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Peyğəmbərlərin mirası elm, Peyğəmbərlərin mirası dinar, dirhəm yox, Peyğəmbərlərin mirası elmdir, hikmətdir və nübuvvət. İndi düzdür, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sonra nübuvvət yoxdur, Peyğəmbər gəlməz. Lakin ondan qabaq var idi. Ona görə Allah subhanət hələ buyurur ki, və var isə Davud da Süleymən. Yəni Süleyman, yəni Davudun mirası Süleymana gəldi. Yəni Peyğəmbərlik cəhətdən. Amma mal dövlət yox. Peyğəmbərlər
mal dövlət qoyulmur. Peyğəmbərlərin mal dövləti sədəqə paylanır. Əbu Bakır dedi ki, Fatiməyə, mən necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyim, o cür eləyəcəm. Baxmayaraq sən kimsən? Baxmayaraq. Yəni, sadiq idi, hətta öləndən sonra da. Ona görə, qardaşlar, sahabələr bizim məslərimizdir. Biz onlar vasitəsilə Peyğəmbər sallallahu əleyhi və səlləm dinin hədislərini götürürük. Ona görə onlara ayrılmaq olmaz, onları təhqirləmək olmaz. Onlara söz demək düzgün deyil. Allah subhanətə buyur ki, Allah Teala onlardan razıdır və onlar da Allahdan razıdır. Nə qədər Quranda ayələr var, Allah buyurur ki, onlardan razıdır. Ona görə sahabələri sevmək imandan, sevməmək isə nifaqdandır. Allah subhanətə bizə eşitib faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Əqulu həzə, əstəğfirullah və ləkum və lisəiril müslimin min kulli zəm əstəğfiruh. İnnehu huvəl ğafurur rahim.